Bakının Binəqədi rayonunda bir qrup şəxs arasında mübahisə kütləvi davaya çevrilib. Nəticədə Chevrolet markalı avtomobilə ciddi zərər vurulub. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bu cür zorakılıq hallarının əsas səbəbi kimi emosional nəzarətsizliyi və aqressiyanın idarə olunmamasını göstərirlər. Psixoloqlar bildirirlər ki, insanlar stres və sosial təzyiqlə üzləşdikdə, aqressiyanı nəzarətdə saxlaya bilmədikdə şiddət qaçılmaz olur. Xüsusilə qrup şəklində törədilən cinayətlər kollektiv aqressiyanın nəticəsidir. Belə hallarda fərdlər bir-birinin emosiyalarına təsir edərək daha radikal davranışlar sərgiləyə bilirlər. Mütəxəssislərin fikrincə, aqressiyanın kökündə bir çox amil dayanır. Ailə tərbiyəsi, sosial mühit və erkən yaşlardan emosional idarə etmə bacarıqlarının formalaşmaması insanın davranış modelinə ciddi təsir göstərir. Şiddət bəzən bir anlıq impulsun nəticəsi kimi görünə bilər, lakin bu cür hallar cəmiyyət üçün təhlükəli bir nümunə yaradır. Hadisənin istintaqı davam edir. Ekspertlər hesab edirlər ki, cəmiyyət olaraq aqressiyanın qarşısını almaq üçün maarifləndirmə işləri gücləndirilməli, zorakılığın həll yolu olmadığı fikri ictimaiyyətə aşılanmalıdır. Hüquq mühafizə orqanları baş verən insidentlə bağlı müvafiq tədbirlər görsə də, əsas məsələ cəmiyyətin bu hadisələrdən düzgün nəticə çıxarmasıdır. Maraqlı videolar üçün kanalımıza abunə olub, bizi izləməyi unutmayın.